Keçmişdən bu günə qədər yer üzündə insanlar toplum halında yaşayaraq var olublar. Bu toplumlar bəzən bir din ətrafında birləşib, bəzən pula, gücə tabe olub, bəzən də ata-baba köklərinə sadiq qalaraq ömür sürüblər. Onlardan bəziləri assimilyasiya olunaraq tarixdə itib batıb, bəziləri isə kimliklərini qoruyaraq bu günə qədər gəlib çatıblar. Şübhəsiz ki, türklər də yer üzündəki sivilizasiyaları yaradan ən qədim xalqlardan biridir. Belə ki, türk toplumları tarix boyu özlərinə məxsus mədəniyyətlərə uyğun dövlətlər quraraq dillərini və mədəniyyətlərini nəsildən nəslə ötürüblər. Dünyanın müxtəlif bölgələrinə yayılıb saysız hesabsız dövlətlər qurublar. Bu günümüzdə də 7 müstəqil türk dövləti mövcuddur. Ancaq bu 7 dövlətin xaricində başqa ölkələrin ərazilərində yaşayan türk toplumları da var. Onların hər birinin özünə məxsus mədəni həyat tərzini yaşamağa davam edir və atalarına ürəkdən bağlılıqlarını qoruyurlar. Bu toplumlardan biri də var ki, müasir dünyanın ortasında belə maralları ilə köçəri bir həyat sürür. Onlar Monqolistan ərazisində yaşayan və Monqolların dilində Rengeyi insanları adlandırılan bir toplumdur. Başqa adla Buxa türkləri və ya Satan olaraq tanınırlar. Monqolistanda onlardan başqa maral yetişdirib çoxaldan heç bir toplum yoxdur. Buna görə də Monqollar onlara Satan, Rengeyi saxlayan deyə ad qoyublar. Buxa türkləri Monqolistanın sonsuz bozqırlarında çadırlarda köçəri şəkildə yaşayırlar. Necə ki, Nenet xalqı çadırlarsız və marallarsız yaşaya bilməz, Buxalar da bu həyat tərzindən ayrılmazlar. İstəsələr Monqolistanın şəhər həyatına qoşula, müasir toplumla qarışa bilərlər, amma mədəniyyətlərinə sadiqdirlər və soylarının davamını istəyirlər. Bu gün belə tayqa meşələrində yaşamağa davam edirlər. Təsəvvür eləyin, elektrik və texnologiyanın olmadığı geniş meşəliklərdə primitiv, tamam başqa bir dünya. Bura Monqolistanın ən şimalında yerləşən, səssizliyin ortasında yer alan əsl təbiət cənnətidir. Əgər siz köçəri xalqlara valehsinizsə, Buxa türklərinə çatmaq üçün xeyli zəhmət çəkməli olacaqsınız. Çünki dünyanın ən ucqar nöqtələrindən birində yaşayırlar və onlara çatmaq heç də asan deyil. Nenetlilərlə müqayisədə daha kiçik ailə və sürülərlə yaşayırlar. Hər ailə təxminən 10-15 nəfərdən ibarətdir və hər ailənin orta hesabla 40-50 maralı olur. Bu marallardan həm nəqliyyat, həm də ərzaq üçün istifadə edirlər. Öz uşaqlarını da kiçik yaşdan maral minməyə öyrədirlər. Mədəniyyətlərini gələcək nəsillərə ötürürlər. Bu türk toplumu maralları mümkün qədər ət üçün kəsməz. Çünki Rusiyadakı kimi geniş maral sürülərinə Monqolistanda rast gəlmək olmur. Əgər mədəniyyətlərini qoruyub yaşatmaq istəyirlərsə, əllərindəki məhdud sayda maralı sağ-salamat saxlamalıdırlar. Hətta onları o qədər yaxşı bəsləməlidirlər ki, sağlam şəkildə çoxaltdıra bilsinlər. Nə qədər çox marala sahib olsalar, mədəniyyətləri bir o qədər uzun ömürlü olacaq. Qeyd etmək lazımdır ki, onların gəlir mənbələri də olduqca məhduddur. Çadırlarda köçəri həyat yaşayan bir xalqın pul qazanması doğrudan da çətindir. Onların yeganə əhəmiyyətli dolanışıq vasitəsi yenə də marallar olur. Məsələn, marallar ilin müəyyən dövrlərində yaşlandıqda buynuzlarını tökürlər. Daha sonra isə il ərzində yenidən buynuzları çıxmağa başlayır. Buxa türkləri isə buynuzların tökən marallardan qazanc əldə etməyin yolunu tapıblar. Onlar maral buynuzlarına bıçaqlarla əl işləri həkk edirlər və naxışlar çəkirlər. Bu əl işi olan maral buynuzlarını ya Monqolistan xalqına, ya da onları ziyarətə gələn turistlərə satırlar. Bu yolla pul qazanır və ehtiyaclarına xərcləyirlər. Eyni şəkildə ölmüş maralların dərisini soyaraq onlardan pul qabı, bıçaq qabı, çanta tipli əşyalar düzəldib satırlar. Bəs onda türk xalqı ət ehtiyacını necə qarşılayır deyə bilərsiniz. Axı onlar köçəri həyat yaşayırlar və toyuq cüzə saxlaya bilmirlər. İnək və ya toyuqları da yoxdur. Buxa türklərində ailə-daxili iş bölgüsü var. Qadınlar yemək bişirib uşaqlara baxırsa, kişilər də odun doğrayıb ova getmək məcburiyyətindədirlər. Ailənin kişisi ət tapmaq üçün tez-tez Monqolistan meşələrinə ov etməyə gedir. Bunu edərkən uşaqlarını da özü ilə aparır. Bir buxa uşağı 6 yaşından etibarən bütün sağ qalma qaydalarını öyrənməli və özünü bu həyata hazırlamalıdır. Su ehtiyaclarını isə tayqa meşələrindən keçən çaylardan qarşılayırlar. Bu çayların suları təbii bulaq
bulaq suyu xüsusiyyəti daşıyır. İbtidai şəraitin nəticəsində buxa türklərinin ümumi sayı təxminən 500 nəfərə qədər azalıb. Halbuki yüzlərlə il əvvəl Monqolistanın bozkırlarında minlərlə buxa türkü rahat bir həyat yaşayırdı. Çünki orta əsrlər dövrü indiki həyat tərzini yaşamaq üçün kifayət qədər əlverişli idi. Lakin zaman keçdikcə insanlar yaşam tərzlərini dəyişdilər və müasirləşdilər. Bu səbəbdən də bir çox insan köçəri həyatdan imtina edərək şəhər həyatına keçdi. Hətta elə bir hala gəliblər ki, artıq öz dillərini belə unutmaq üzrədilər. Onlar türk dilinin bir ləhcəsində danışırlar və bu dildə müasir Türkiyə türkçəsində olan bir çox sözə rast gəlmək mümkündür. Digər tərəfdən buxa türklərində liderlik ənənəsi yoxdur. Ailələr nə qədər böyük olursa olsun, qərarlar hamının fikri dinlənilərək birgə verilir. Sürünün hansı istiqamətə gedəcəyi ilə bağlı ailədə ağlı başında olan hər kəsin fikri soruşulur. Buna görə də kişilər Duxa mədəniyyətində hökm verən bir rəhbər rolu daşımırlar. Əgər ailənin xanımı bir fikri qəbul etməzsə, kişinin sözü keçmir. Məsələn, uşaqlardan biri məktəbə getmək istəyirsə, burada son qərarı verən kişi yox, qadının fikri olur. Qadın və kişi bərabərliyi onlar üçün yazılmamış bir qaydadır. Hətta belə demək mümkünsə, evin rəhbəri bir növ qadındır. Bu baxımdan buxa türkləri qadına həqiqətən dəyər verirlər. Lakin burada vəziyyətlər yaxşı getmir. Zaman daha da müasirləşdikcə övladları da yaşadıkları dövrə uyğunlaşmaq istəyir. Belə ki, uşaqlar yeniyetmə yaşına çatdıqdan sonra çadırdan qaçıb Monqolistanın şəhər həyatına açılmaq istəyirlər. Hətta məktəbə getmək və cəmiyyətin bir parçası olmaq istəyirlər. Açıq demək lazımdır ki, buxa türkləri diktatura ilə idarə olunan bir ailə modelinə malik deyillər. Məktəbə getmək istəyən uşaqlarını internat məktəblərə yerləşdirirlər. Təbii ki, zaman keçdikcə uşaqlar ailədən tamamilə uzaqlaşır. Türkcəni unudub Monqol dilini öyrənirlər. Onlar artıq öz mədəniyyətlərinə yox, Monqol mədəniyyətinə uyğun şəkildə assimilyasiya olunurlar. Saylarının azalmasında ən böyük səbəb də məhz budur. Yaşlılar tədricən dünyasını dəyişir, gənclər isə öz yerli mədəniyyətlərindən qaçaraq texnoloji dünyaya yönəlirlər. Dini baxımdan isə Duxa türkləri özlərini şamanizmə həsr ediblər. Ataları əsrlərlə şamanizm mədəniyyəti ilə yaşayıb və indi də onlar bu ənənəni davam etdirirlər. Əslində Sovet İttifaqı dövründə buxa türklərinə dövlət tərəfindən ciddi yardımlar göstərilirdi. Dövlət onların mədəniyyətini qorumaq üçün ailələrə qışlıq geyimlər, ərzaq yardımı göndərir, hətta onlara maaş belə verirdi. Çünki maral yetişdirilməsi, maral populyasiyasının qorunması baxımından vacib idi və bu işi məhz buxa türkləri görürdülər. Lakin Sovet İttifaqı dağıldıqdan sonra sosial sistem çökdü və buxa türkləri də tək buraxılmışdı. Bu səbəbdən onlar unuduldular və sayları azalmağa başladı. İndiki dövrdə Monqolistanda turizmin inkişafı buxaları yenidən populyar hala gətirsə də, kifayət qədər uşaq dünyaya gətirmirlər və mədəniyyətləri itib gedir. Lakin son illərdə Monqolistandakı turizm artımı nəticəsində həyatlarını davam etdirmək üçün artıq ciddi yardımlara ehtiyacları qalmayıb kimi görünür. Çünki deyə bilərik ki, buxa türkləri artıq turistlərdən bezmir başlayıblar. Hər nə qədər dünyanın ucqarındakı meşələrdə yaşasalar da, texnologiya sayəsində onları tapmaq istəyənlər asanlıqla tapa bilirlər. Buna görə də əgər Monqolca bilmirsinizsə, onların marağını çəkmək göründüyü qədər asan deyil. Turistlər onların çadırlarını ziyarət etdikdə çox vaxt onlarla maraqlanmazlar və əgər işləri varsa, öz işləri ilə məşğul olarlar. Buxa türkləri turistləri açıq şəkildə qonaq yox, daha çox gəlir mənbəyi kimi görürlər. Əllərindəki dəridən hazırladıkları əl işlərini və maral buynuzlarını turistlərə yaxşı qiymətə satırlar. Əgər ev kirayəsi dərdiniz yoxdursa, elektrik, su və internet xərcləriniz də yoxdursa, yemə-içmə ehtiyacınızı da təbiətdən təmin edirsinizsə, turistlərdən qazandığınız pulun çoxu sizə qalır deməkdir. Bu səbəbdən də buxa kişiləri bir qədər içkiyə qurşanıblar və əvvəlki kimi çalışqan deyillər. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.